Burnunuzdan bu cür çirk gəlirsə, gecələr nəfəs ala bilmirsinizsə, bu videomuzu yaddaşda saxlayın. Burnu açmağın yollarından danışacağam. Buruna çirk gəlməsinin ən birinci səbəbi haymorid adlanan xəstəlikdir. Çox vaxt soyuq dəymə və qripdən sonra burun ətrafı və alın ciblərində çirk yaranır və bu çirk qaldıqca çoxalır. Nəticədə gecələr yatanda insan nəfəs ala bilmir. Burundan açıq sarı, ağ rəngdə çirk gəlir. Başın alın hissəsində və burun ətrafında ağrı, ağızdan isə pis qoxu gəlir. Bəs bu çirki necə təmizləyə bilərik? İlk növbədə bol su içmək lazımdır. Çünki su burundakı çirki durulaşdırır. Daha sonra siqaret çəkirsinizsə onu dayandırın. Üzünüzü buxara verin. Məsələn, isti duş nisbətən sizə kömək eləyə bilər və burun ətrafına ilıq dəsmal qoyun. Əgər şikayətləriniz hələ də davam eləyirsə, təbii tərkibli Sinusol majoran burun spreyindən istifadə edə bilərsiniz. Bu spreyin ilk növbədə bildirim ki, əks təsirləri yoxdur. Yəni asıllıq yaratmır. Tərkibi tam olaraq təbii bitkilərdən, antiseptik, antiviral və iltihab əleyhinə təsir göstərən majoran bitkisi, reyhan, propolis və dəniz duzundan hazırlanıb. Bu maddələr sinusit, haymorid, soyuq dəymə və özəlliklə qrip zamanı burun cibləri dolubsa, yəni nəfəs ala bilmirsinizsə, burun ətrafı və alın hissədə yığılan çirki parçalayır. Nəticədə burunda yığılmış çirk xaric olaraq burun açılır, baş ağrılarınız yoxa çıxır, halsızlıq və ağızda pis qoxu halları da aradan qalxır. Məhsulun istifadə qaydası gün ərzində 2-3 dəfə hər burun dəliyinizə 1-2 dəfə spreyi püskürtsəniz kifayət edir. Serbi istehsalı olan Sinusol majoran burun spreyini bütün apteklərdən əldə edə bilərsiniz.